Marneul ilə Axaltixi şəhərlərini birləşdirəcək yolun inşasına başlanacaq. Bunun üçün isə ilk mərhələdə onun texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Gürcüstan hökuməti ölkənin nəqliyyat və logistika potensialını artırmaq istiqamətində iri miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini davam etdirir. İnfrastruktur naziri Revaz Soxadzenin açıqlamasına görə son illərdə orta dəhlizin əhəmiyyətinin artması Gürcüstanın beynəlxalq yükdaşımalarında etibarlı və rəqabət qabiliyyətli tranzit ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib. Nazirin sözlərinə əsasən Gürcüstanın beynəlxalq tərəfdaşlar üçün cəlbediciliyi təkcə müasir yol infrastrukturu ilə məhdudlaşmır. Ölkədə sabitliyin qorunması, proqnozlaşdırıla bilən mühit və etibarlı əməkdaşlıq imkanları da bu prosesdə mühüm rol oynayır. Hazırda ölkə üzrə bir sıra strateji əhəmiyyət daşıyan avtomobil yolu layihələrinin icrası davam edir. Bildirilir ki, cari il ərzində Tbilisi-Batumi sürətli avtomagistralının tam istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Kaxeti istiqamətində yol tikintisi sürətlə davam etdirilir. Yaxın vaxtlarda Tbilisi ətraf yolunun tikintisinə də start veriləcək. Bu layihə həm beynəlxalq tranzit yükdaşımalarının daha rahat həyata keçirilməsinə, həm də paytaxtda nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək. Nazirin təqdim etdiyi məlumata görə Sarp tuneli layihəsinin icrasına başlanılır. Eyni zamanda Kobik, Veşeti və Gveleti, Lars istiqamətlərində tikinti işləri aktiv mərhələdədir. Bu layihələr regionun ən mürəkkəb mühəndis qurğularından hesab olunur. Yaxın dövrdə isə Anakle dəniz limanının ölkənin əsas yol şəbəkəsi ilə birləşdirəcək yeni avtomobil yolunun tikintisinə start veriləcək. İnfrastruktur Nazirliyinin məlumatına görə müasir və təhlükəsiz yol şəbəkəsinin qurulması ölkənin iqtisadi inkişafına, beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsinə və Gürcüstanın regiondakı tranzit funksiyasının daha da güclənməsinə xidmət edir. Bununla yanaşı, hökumət yerli tikinti şirkətlərinin inkişafını da prioritet hesab edir. Məqsəd yalnız yeni infrastrukturun yaradılması deyil, həm də gələcəkdə beynəlxalq bazarda rəqabət apara biləcək güclü Gürcü tikinti şirkətlərinin formalaşdırılmasıdır. Dövlət keyfiyyət standartlarının daha da sərtləşdirilməsi və bütün şirkətlər üçün eyni tələblərin tətbiqi ilə bu sahədə rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.